Bakıda taksi sürücüsünün iştirakı ilə daha bir hadisə baş verib. İnsident Nərimanov rayonunda qeydə alınıb. Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinə ərizə ilə müraciət edən qadın bildirib ki, Həsən Əliyev küçəsindən sifariş verdikləri taksinin sürücüsü yol boyu onlarla kobud rəftar edib, qeyri-etik hərəkətlərə yol verib. Keçirilmiş tədbirlərlə taksi şirkətlərindən birində çalışan 1980-ci il təvəllüdlü Fərid Məmmədov saxlanılıb. O, özünü qismən təqsirli bilib zərər çəkmiş şəxsin qızının başına sığal çəkdiyini, nəticədə aralarında mübahisə yarandığını etiraf edib. Şikayətçi isə Fərid Məmmədovun özünü sükan arxasında qeyri-adekvat apardığını bildirib. Biz hospitaldan çıxanda taksi sifariş etdik. Maşına minib gedərkən sürücü qeyri-etik hərəkətlər etməyə başladı. Əlini qızımın başına qoyub saçlarını sığallamağa başladı. Ona irad bildirdikdə isə Seyidəm deyərək özünə haqq qazandırmaq istədi. Daha sonra mübahisə davam elədi. Avtomobildən düşmək istəsək də qapıları kilidləyib təyin edilmiş ödənişi etməyimizi tələb etdi və pulu verdikdən sonra maşından düşüb uzaqlaşdıq. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilən 45 yaşlı sürücüyə Nərimanov rayon məhkəməsi 10 sutkalıq həbs verib. O, saxlanma yerinə göndərilib.